İndi bu potaşlar üçün necə yemək hazırlayırıq, onlara nə veririk, yeməyə bunu göstərəcəm. Mənim böyükliklərim kartof yemirlər və onlar yeməyi seçirlər. Yəni kartofu atırlar yerə bəzən və qalan yeməyi yeyirlər. İndi mən də təzədən axtarıram o kartofları və indi onları püre edəcəm balacalar üçün. Bax, artıq yığıram yerdən. Kartoflar bəzən palçıqla qarışır, ona görə onları yumaq lazımdır. Mən yuyuram. Kartofları yuyandan sonra qaba qoyuram. Bu arada qabın görsüz bu qırağı yeyilibdir. Moskalar, yəni topuşlar qab burada qoymayıblar bu arada. Kartofları yığıram qaba və indi başlayacağım onları əzməyə, püre etməyə. Balacalar üçün. Qaşıqla əzirəm. Püremizi hazırlayırıq. Görək yiyəcəklərdir. Anası da gördüyünüz kimi yanımda. Bilmirəm, anası sağ ol demək istəyir. Ya nədir, ya da o onun sağ oludur. Bir də məni qucaqlayır, öpür gördüyünüz kimi.